Qurban müəllim, qaranlığa xoş gəlmisiniz. Çox sağ olun. Necəsiz? Yaxşı olasınız, xoş gününüz olsun. Qurban müəllim, Azərbaycanda yer titrəyən kimi bütün jurnalistlər sizi axtarır. Amma bu dəfə təkcə zəlzələdən yox, bir alim kimi sizin həyat yolunuzdan, elmi fəaliyyətinizdən söhbət edəcəyik. Gürcüstanın Marniyolu şəhərində. Orada doğulmuşam, məktəbi bitirib, sonra Azərbaycan Dövlət Universitetinə qəbul olmuşam. Düzdür, mən fizika fakültəsinə sənədlərimi vermişdim. 12 bal yığmışdım. 12 balla mən keçmədim. Sonra geologiyada bu qruppanı fakültədə açdılar və 2 nəfər fizikadan, o fakültəsindən, yerdə qalanlar riyaziyyat fakültəsindən bu bizim geologiya qruppasını formalaşdırdılar. 5 il oranı bitirdim, oxudum. Sonra o göndərişlə o vaxtlar mən Qazaxstana getdim, ora göndərdilər. Qazaxstan Cənubu o ərazi ekspedisiyasına bir mühəndis kimi bir müddət işləyəndən sonra da sərbəst o işə düzəlmək bir araşdırını aldım və gəldim Bakıya. Geologiya institutunda məni götürdülər laborant vəzifəsinə. O vaxtlar tanınmış akademik Şəfaət Mehdiyev, Şəfaət müəllimin laboratoriyasına məni laborant götürdülər. Böyük laborant. 2 il mən böyük laborant vəzifəsində qaldım. Sonra Geofizika elmi mərkəzi açıldı. Mən o geofizikaya keçdim. Mühəndis, sonra aparıcı mühəndis. Həm də ki, mənim deməli, o vaxtlar Komsomolda belə aktiv bir fəaliyyətim var idi və elmi cəhətdən Nazirlər Kabineti tərəfindən Moskvaya əyani oxumağa göndərdilər. Deməli, regionların idarə edilməsi, elmi idarə edilməsi üzrə ikinci mən orada oxudum 2 il. Moskvada. Moskvada, bəli. Təhsil Nazirliyinin nəzdində idi bu, SSR. İdarə etmə institutda. Orada 2 ildən sonra bir diplom da verdilər, 2-ci diplom. Sonra qayıtdım, gəldim həmin bu geofizika mərkəzinə. Sonra da ki, 79-un axırında 80-cı il idi. Bu bütün SSR üzrə bu zəlzələlərin proqnozu, onların deməli belə bir təşkilat açıldı. Bütün deməli o vaxtlar Mərkəzi Komitə, SSR Mərkəzi Komitəsinin Nazirlər Kabinetinin qərarı ilə bütün respublikalarda belə bir təşkilat açıldı ki, zəlzələlərin öyrənilməsi proqnozu sahəsi üzrə. Onun da tarixçəsi necə olmuşdu, danışdılar. Rumuniyada deməli 78-ci ildəki zəlzələ olmuşdu. O Moskvada o vaxtlar Sovetlər Birliyinin baş katibi Brejnev idi, Leonid Brejnev. O kabinetdə oturanda bir də silkələnməni hiss edib, o Rumuniyada baş verən zəlzələnin təsirindən çağırıb köməkçiniz adı bu nədir, belə elə başa salıblar ki, bu zəlzələdir, belədir, filan. Bəs bizdə necə? Deyir, yox, bizdə aparılmır bu işlər. Ayrı-ayrı belə qrup şəklində o Rusiyanın elə Elmlər Akademiyasında o vaxtlar Yer Fizikası İnstitutunda bu tədqiqat aparılırmış belə. Ondan sonraki o sərəncam veriləndən sonra bütün respublikalarda, elə də bizim respublikada Mərkəzi Komitənin qərarı ilə, Nazirlər Kabinetinin qərarı ilə akademiyanın nəzdində bu bizim təşkilatı açdılar. Düzdür, o vaxtlar ekspedisiya adı ilə gedirdi. Təcrübi metodiki, geofiziki ekspedisiya. Sonra 99-cu ildə Ulu Öndər o sərəncam tapşırıq verdi. Nazirlər Kabinetinin sərəncamı ilə bu Respublika Seysmoloji Xidmət Mərkəzi oldu. Milli Elmlər Akademiyasının nəzdində indiyənə kimi həmin, mən də deməli 80-ci ildə bu ekspedisiya ki yarananda
orada deməli mənim Həsənov, Allah rəhmət eləsin, rəhbərim ki var idi. Şəfaət müəllimi laboratoriyasında da qrup rəhbəri idi. O məni götürdü bura özünə müavin. O vaxtdan mən müavin sonra da 2008-ci ildən belə birinci müavin gedirdim. 2008-ci ildən rəhmətə getdi, Allah rəhmət eləsin, məni elə baş direktor təyin elədilər, bax belə. Bu sahəyə üz tutanlara çox vaxt valideynlər etiraz edirlər. Deyirlər evdə tapılmaz, dağda daşda olacaq. Bəs sizin valideynlərinizin münasibəti buna necə oldu? Açığını deyim də, bizim qonşumuz, o Gürcü var idi. Yəni rayonda Gürcülər çox idi də. O lap yaxın bizi ilə qonşudur. Bu deməli Gürcüstanın o təhlükəsizlik o komitəsində böyük vəzifədə işləyirdi, general idi. Bir kəlmə dedi ki, mən bunu təhlükəsizlik orqanına işə düzəldəcəyəm. Anam dedi, özüm asaram mən, qoymaram oğlum bu işlə məşğul olsun, ya polisdə olsun. Getginən atam da dedi, elmlə məşğul ola bala. Elm heç vaxt həmişə insanın nüfuzunu da, adını da, sanını da və çalışırsan ki, nəsə cəmiyyətə bir yenilik gətirəsən, nəsə bir iş görəsən. Bu sahə ilə məşğul. Mən də onların sözünə qulaq asdım, elmlə məşğul oldum, getmədim başqa sahələrə. Siz Bakı Dövlət Universitetini bitirmisiniz. Sizi universitetin hərdən bir toplaşan məşhurları arasında görmürük. Universitet illəri ilə bağlarınız necədir? Tələbəliyiniz necə keçibdir? Yadda necə qalıb? Deyim ki, bizim qrupa çox belə adlı sanlı qrup olub. Geologiya fakültəsində 388 belə nömrəli qrup var idi. Elə semestr olurdu, bizdə 15-18 nəfər əlaçı olurdu. Yəni, hamısı oxuyan. Geolog günü aprelin 1-ci bazar günü olurdu. Belə bir qərar var idi Sovetlərin. İndi elə bil ki, elm günüdür, digər ordunun yaranması günüdür. Biz o günü istər-istəməz toplaşırıq. Kimin imkanı var, kim yaxındadır, kim hardadır. Elə dünən yox, sıraha gün bir 7-8 nəfər toplaşmışdıq. Yəni qrup yoldaşları. Nə gözəl. Bəli. Bu 75-ci ildən bu yana davam edir. Yəni kim harda olur olsun, düz uzaqda olanlar telefon əlaqələri var. Elə sıraha gün deməli Rusiyadan zəng eləyən, orada yaşayan, digər ölkədə yaşayan zəng eləyib bir-birimizi təbrik eləmək. Biz də otururuq. Elə o tələbəlik illə ən çox da bir 90% söhbət orada tələbəlik illərindən gedir. Yadda qalan o məqamlar, ondan söhbət açılır, belə oldu, belə oldu. Müəllimlərimizi xatırlayırıq, hətta zəng elədik, təbrik elədik. Bizim akademikdir Vasif müəllim Babazadə, Bakı Dövlət Universitetində adlı sanlı akademikdir. Onu da təbrik elədik. Yəni, əlaqələr var. Qurban müəllim, yeri gəlmişkən çox maraqlı bir soyadınız var, yitirmişli. Bu soyadın arxasında hansısa bir hekayə dayanırmı? Bəli. Onu mən elə uşaqlıqdan soruşurdum, nəyə görə sual verirdim ki, bizim nəsil çox böyük olub. Deməli, Əhmədov bir gedir, Eyübovlar bir gedir, Yetirmişli də bir gedir. Qardaşlar olublar. Bu qardaşların içərisində biri deməli, o vaxtda söhbət Ulu Babadan gedir təbii ki, biri çox belə, yaşından belə qabaq, necə deyirlər, fəal imiş, o vaxtlar İrana, Turana, nə bilim, belə deyirdilər də, qaçırmış, gedirmiş, gəlirmiş, ticarət nəzanla. Hamı deyir də, bu uşaq, elə bil ki, bunu 10 yaşı olan deyir, bunun elə bil 30 yaşı var, nə qədər qabağa gedib, çox yaman tez yetirib, o da cavan ölür belə, nəysə. Xatirə kimi yetirmiş, onu elə götürürlər soyadını, yetirmişli, bax belə. El arasında məşhur bir deyim də var. Filankəs yerin altını da bilir, üstünü də bilir. Yerin altını çox bilirik, yoxsa üstünü? Vallahi yerin altından məşğul olan adam, yerin üstündə yüyürə gərək gəzsin. Düzdür, bizim o yerin altını bilmək, onun sirləri hələ çoxdur. Ne üçün? Deyim ki, bizim indi məşğul olduğumuzda bu sahə ki var, yəni bu
zəlzələlərlə, təbiət hadisələrinin ən fəlakətsizdir bu. Bəli. İndi seldə də, nə bilim, hər hansı bir yanğında da nəsə bir köməklik belə elə etmək olur. Ancaq bu saniyələrlə baş verən bu zəlzələ bütün dünyanı alt-üst edir. Yəni müəyyən o şəhərlərdir, müəyyən infrastrukturdur, baxır hansı bölgədə necədir. Yəni bu böyük bir fəlakətdir. Heç uzağa getməyin. 2023-cü il Türkiyədə baş verən zəlzələ fevral ayında Qəhrəmanmaraşda 53 mindən çox insan tələf olmuşdu. Biz orada işləmişik, gəzmişik, oraları görmüşəm mən. Öz dəstəmiz 6-7 nəfər öz cihazlarımızla getdik, orada işlədik. Nəyə gətirirəm? O yerin altını bilmək məsələsini. Elmin bax, bu cür böyük bir inkişafıdır da bu saatlar. Görürsünüz də, hər şey kosmosdan idarə olunur, hamısı kompüterləşdirilib. Hər bir, necə deyərlər, idarə etmək üsulları var. Dronlar belə getdi, süni intellekt belədir, budur. Amma zəlzələ proqnozu, o məsələ hələ bəlkə də 100 il çəkəcək. Bax, süni intellekt demiş. Elm, texnika çox sürətlə inkişaf edir. Ağıllı telefonlar, süni intellekti icad edən insan niyə zəlzələni öncədən təyin edə bilmir? Ümumiyyətlə, sizcə nə vaxtsa əvvəlcədən bunu, yəni zəlzələni təyin etmək, proqnozlaşdırmaq olacaqmı? Bilirsiniz necədir? İndi bu sahədə az deyil də, mən 80-ci ildən bilavasitə bu işin içindəyəm. Böyük bir ömürdür də, 46 ildə belə götürək. Burada məsələ belədir ki, o yerin daxilində gedən bu prosesdir. Götürək bizim Azərbaycana. Azərbaycan deməli Turan Svit o plitəsindədir də. Bu plitəndə Azərbaycan bir balaca hissədə parçalanmış bloklardan ibarətdir. Yəni, o blokların hamısının da plitənin hərəkəti tamam başqa öz yerin. Onun üstə olan bu, deməli, daxilində olan əsas təşkil edilən bloklar ki var, onlar da tektonik qırılmalarla parçalanıb. Biz bilirik ki, müəyyən edə bilirik ki, hansı ərazi orada gərginlik toplanıb, hansı nəsə hadisələr gözlənilir. Yəni, bu aydın məsələ. Tək birdən o, burada bir parametr o deyil ki, ancaq o GPS-in sürətləri bunu müəyyən edir. Burada deməli, bizim geomaqnit variasiyaların dəyişməsidir, gravitasiya sahəsinin dəyişməsidir, sonra maillikdir, nədir, ölçürük olardı, kimyəvi tədqiqatlar var, yer daxili o hidrogeoloji analizlər aparırıq, sonra qaza kimyəvi, yəni orada olan o qazların dəyişməsi, gündəlik gedir bunlar sadaladığım. Elə də radioaktiv elementlərin orada parçalanmaqları var, alfa, beta, nə bilim, parçalanması, radonun dəyişmələri və emanasiyası və ilaxır. Ancaq bir də görürsən ki, burada gedən proses, bu o demək deyil ki, güclü bir təkan olacaq. Ola bilsin xırda laylar parçalanır, biz onların hamısı 0,01-dən magnitudası tutmuş lokal belə sahədə hamısını qeydə alırıq. Gözləyirsən ki, bu birdən güclü vura bilər, xırda vura bilər və soğuşur, gedir, gəlir, düşür fon səviyyəsinə. Bir də görürsən ki, orada güclü enerji toplanıb, heç bir hadisə yoxdur, o dəhşətlidir. Məsələ burasında. Onun arxasınca güclü katastrofik zəlzələ olma ehtimalı böyükdür. Bu da saniyələrlə gedir. Ona görə nə bizim süni intellektimiz, nə bizim bu kosmosda olan cihazlardır, digər yerüstü cihazlardır, yeraltı quyu cihazlarıdır. Bunun o saniyələrlə gedən prosesin haçan olacağını tuta bilmir. Heç cürə. Qurban müəllim, zəlzələ ilə bağlı verdiyiniz proqnozlar düz çıxırmı? Açığını deyə bilərəm, vaxtlar keçib. Bu, baş vermiş zəlzələrin bir neçəsini mən güclü zəlzələdən danışırıq. Məlumatlandırmışıq ki, bəli, filan zonada güclü zəlzələ ehtimalı gözlənilir. Misal üçün, biz bunu bugün demişiksə də, təsəvvür edin, Bakı zəlzələsi, bilmirəm sizin yadınıza gəlir, gəlmir. 2000-ci il noyabrın 25-i.
aprelin 28-i rəsmi surətdə bizim hələ babamı, o kağızı mən saxlayıram. Rəhmətli Arif müəllimin qolu ilə professor Həsənov, o baş direktor o idi. Onda deməli məlumat verilib ki, Xəzərdə güclü zəlzələ gözlənilir. Haçan? Aprelin 28-i o qeydiyyatda keçib o məktub. Gəldi oldu noyabrın 25-i. Yaxud da ikinci bir zəlzələ deyim mən. Zaqatalada may ayının 7-sində zəlzələ olmuşdu 2012-ci ildə. Onda mən söylədim ki, bizim tədqiqatlar aparılıb, Balakəndə gözlənilir növbəti güclü zəlzələ. Gəldi oktyabrın 14-ü oldu. Mən onu bilmirdim ki, bu oktyabrda mı olacaq, sentyabrda mı olacaq. Yəni o gərginlik vəziyyətində olan ərazini sadaladığım, apardığımız tədqiqatlarla müəyyən edə bilirik. Hansı zona necədir, nə vəziyyətdədir. Bax, Yaponlar zəlzələ ölkəsində zəlzələləri onlar soyuqqanlıqla qarşılayırlar. Nə üçün? Əhali uzun müddət maariflənir, hazırlanır. Bilir ki, bu təbii fəlakət belədir ki, baş verəcək də. Amma bizdə elədir ki, balaca bir şey olan kimi hamı panikaya düşür. Evdən qaçırlar, nə bilim, çoxsa o Türkiyədə necə olmuşdu? Çoxları özünü balkondan, pəncərədən atmışdılar, belə olmuş, söyləmişdilər də bizə oradakı, budur. Yaxud da ki, gərək bu hazırlıq məsələsi, maariflənmək məsələsi birinci növbədə olmalıdır. Düzdür, bizim təşkilat bu işlə məşğuldur. Məktəblərdə bu pandemiya araya düşdü, biraz soğuşdu, yenidən başlamışıq. Hətta rayonlarda belə. Allah göstərməsin, indi bu saat zəlzələ olsa neyniyərik? Onu başa salırlar ki, neynəmək lazımdır, hansı hərəkət olsun. Hamı qapıya qaçmaq lazımdır, daha da bir, məmnun partanın altında gizlən, çantanı başıva tutkunan, belə ol, bir qırağa çəkil və ilaxır da. Yəni ki, mən belə ümumi formada deyirəm bunları. Bax, Qurban müəllim, orta statistik göstəricilərə görə zəlzələ nə qədər davam edə bilir? Misal üçün, Azərbaycanda 10, 12, 15 saniyə gedir. Çox yox. O zəlzələni də deyirlər, dədə-babadan söyləyir ki, zəlzələ gəldi, sonra qayıtdı. O birinci bizim o, belədir də, ilkin olaraq uzununa dalğadır, o gəlir. Məsafədən asılı olaraq, o ocaqla oturduğun yerdə, hardasınsa, o deməli, ikinci dalğa deyirlər. O dalğa dağıdıcı dalğadır. İkinci gələn dalğa. İkinci dalğa dəhşətli. Birinci gələn ay zəlzələ, onun da arasında məsafədən asılı olaraq o neçə kilometrdirsə də o dalğanın da sürəti var da. 6 saniyə, 5 saniyə, 3 saniyə o ikinci dalğanın gəlməyi. O ikinci dalğa o dağıdıcı dalğadır. Elə bil yadınıza gəlirsə də bilmirəm, eşitmişsiniz yox. Çoxlar deyirdi, asfalt elə bil oynayırdı, belə gedirdi. Bəli. Dalğa formasında, elə bil dənizin üstündəki dalğa olmur o. Yaxud da ki, sahilə yaxın olan o kəndlər zat hamısı Nardaranda, sonra o qalada bizim o stansiyalarımız da var. Onlar deyir, suyun üstündə işıqlar yanırdı. O demirəm, enerji ayrılır ha. O işıqlanma hətta üzə çıxır da. O asfaltda o qədər biruza verilmir. Amma suda daha çox belə effektli görünür. Onun da deməli təsiri, o dağıdıcının o əsas odur. Yəni ki, dediyim kimi o məsafədən asılı olaraq, əgər birinci dalğa gəlib, sən birinci mərtəbədəsən, ikinci mərtəbədəsən, çatdıra bilərsən, qaçasan həyətə, çıxasan bir yana. Da yuxarı mərtəbə kimisi lift gözləyir, kimisi pilləkənlə, bunlar olmaz. Onda gərək sən elə evin içində gözləyəsən, elə yerə də çəkiləsən ki, o zatlar var, bağlamalar var, beton var. Ona yaxın, yəni mebelə zada yaxın durmamalısan, balkona yaxın durmamalısan, pəncərəyə yaxın durmamalısan, şüşələr sınar, fəsadlar törənər. Və belədir. Qurban müəllim, mən bir hadisə söyləyim. Demək, biz Bodrumdaydıq, zəlzələ baş verən zamanı. Mən bir səs eşitdim, bir uğultu eşitdim. Uğultunun səsinə oyandım və bizdə güzgünün üstündə kamera vardı. Kamera yerə düşdü. Kamera yerə düşəndə mən anladım ki, bir də gördüm ki, yataq belə sanki
yürgək kimi Bəli, yürgələnir. bəli. Mən durdum uşaqların otağına qaçdım. Başa düşdüm ki, artıq zəlzələdir. Uşaqları qucağıma götürəndə, artıq pilləkənə yaxınlaşanda mən gördüm ki, yemək mümkün deyil. Pilləkən həqiqətən də bəli. oynayır. Biz sürünə-sürünə uşaqları təbii ki, evdən çıxartdıq və uzaqlaşdıq binalardan. Hər kəs çöldə idi. Səhər oyandıq və gördük ki, dəniz daşıb. Dəniz daşıb. Bəs yaxşı, dənizin daşmağı nə ilə əlaqədardır? Zəlzələ dənizdə baş verir. Aysa, necə deyərlər, elə bil ki, suya bir daş atırsan, dalğa gedir də. Gəlir, atırsan belə içinə dal. Bu, ocaqda da, dediyim kimi, o zəlzələ baş verəndə, o parçalanma ki gedir laylarda, o dalğa yayılır, həmən o hissədə biz ona deməli, vertikal deyirik, o istiqamətdə dalğanın, o vurur dənizin dibindən, istər-istəməz o böyük okeanlarda hatta tsunami yaradır. Tsunami yaradan Burada demək. dənizlərdə isə bu dalğa formasında yayılır. Təsəvvür edin, elə bil ki, bir şarı vannada partladın, görün necə atacaq onun üzündə olan o suları qırağa. Həmən məsələdir. Belə fikirlər var ki, zəlzələ yalnız təbii səbəblərdən deyil, süni şəkildə də törədilə bilər. Məsələn, mədənlərdəki baş verən yeraltı partlayışlar nəticəsində. Bu doğrudurmu? Biz misal üçün tədqiqatlarımızda bu partlayışlar ki var, sənaye partlayışları, karyeriz adı partladırlar, indi bu Daşkəsəndə ən çox gedir bu işlər. Sonra digər o bölgələrdəki var, hardakı bu karyerləri, o yazıları biz yazırıq. O yazı ilə təbii, buna deyər ki, süni, istər-istəməz bu partlayışda lokal şəkildə də olsa ətrafı silkələyirdi. Elementar deyim, reaktiv samalyotlar göydə uçanda görürdün ki, hansı bir sürəti götürəndə şüşələr cingildəşirdi. Mənim indiyənə kimi yadımdadır, bizim evimiz aerodroma, hərbi aerodroma yaxın idi Gürcüstanda. Bir də görürdün ki, cingilti gəldi şüşələrin, silkəliyirdi yeri də. Təsirdir də. Bu, süni zəlzələ yaratmaq. Elə bu partlayışlardır da. İkincisi, bu, heç kim, bağışlayın məni, milyardlar tökür də. Silahların yaranmağı. Amerikanın Musad deyir, İran üçün gündəlik xərci, mən televizordan eşitdiyimdir, 1 milyarddan artıqdır. Fevralın 28-dən bu yana bir aydan çoxdur da. İndi burun görün nə qədər bir 30 milyarddan çox burada xərclər edilir. Elə bunu süniyə eləsin, getsin orada bir zəlzələ yaratsın da. Dağıtsın aləm. Fikir-zikir nədir? İnfrastrukturu dağıtmaq, insanları qırmaq, girib orada necə ağalığını eləməkdir də. Müharibənin sonu nədir? Və oradakı xam mallardan, orada olan hər hansı nələr varsa da gəlir götürmək, xərcləri çıxmaq. Birincisi, Türkiyədə Qəhrəmanmaraş deyirsiniz. Ona rəvac verən nə idi? Bir yandan bu Ərəbistan plitəsi, digər tərəfdən Afrika plitəsi, üst tərəfdən Evraziya plitəsi hərəkətləri Türkiyə nəyə görə daha çox orada zəlzələlər baş verir? Bu şərqi Anadolu qırılması ki var, bir də şimalı. Bu 500 kilometrlə o tektonik o parçalanmadır belənçinə. O sıxılma nəticəsində. İndi o Qəhrəmanmaraşda o qədər yeni qırılmalar əmələ gəlib. Bir ildə 100 mindən artıq yeraltı təkan gedir bütöv götürəndə. Biz hamısını qeyd edirik. Mən demirəm, o məsafədən asılı olaraq xırda zəlzələlər var, orta zəlzələlər. Misal üçün, magnituda 4 olan zəlzələni yer kürəsində biz qeyd edirik. O zat dalğa formaları var da, yazmaq forması. O, özdəki ən həssas cihazlarla biz işləyirik, bugünkü gün proqramlarla işləyirik. Bu yaxınlarda deməli biz ən müasir Amerikanın kilometr şirkəti Antilop proqramı var. Orada da deməli 5 institutun bu sahə üzrə proqramistləri çalışır, yeniləndirir. Bizimki ən axırıncı versiyadır. Yaponlar deyir, siz çox qabağa getmişsiniz. Bizdə 5-10 keçən il almışıq biz o proqramı. Onlar deyir, bizdə hələ 5-9-dur, bizdə 5-15-dir. Yəni, o proqramın içərisində yeni istiqamətlər var, yeni əməliyyatlar var, daha müasirləşdirilib və eləxir və eləxir. Amma onu da deyim ki, qısa müddətli zəlzələnin proqnozu qeyri-mümkündür. Orta müddətli, uzun müddətli aydındır.
Türkiyəli alim Cəlal Şəngör bildirib ki, Qaradəniz dibində çoxlu qaz yığılıb və bu zəlzələyə səbəb olacaq. İstanbul, Odessa və digər şəhərlərdə fəlakət olacaq. Yəni fəlakətə səbəb olacaq. Görürsüz. Bilirsiniz nə üçün görürəm, bilmirəm, yaxşı çıxar-çıxmaz. O vaxtda mən ona gobut belə bir cavab vermişdim. O düzdür, mən üzr istəyirəm. O mənada soruşmuşdum ki, türklərdən bu kimdir, bunun sənəti nədir? Dedilər, geologdur. Dedim, bu götürsün o çəkicini, geçsin dağın başından suxuru götürsün, sındırsın, otursun laboratorda o ilə məşğul olsun, öz peşəsində məşğul olsun. 2023-cü ildə dedim, mən nədir, çamadanımı götürürəm, dedi, sumkamı götürürəm. İstanbuldan gedirəm, İstanbul dağılacaq. İstanbulda səhv eləmirəmsə bir 17-18 milyon əhali vardı. Bəli. Bunlar sumkasını götürüb, hansı dağın başında oturub gözləməlidir ki, İstanbul dağılacaq, sonra gələk. Yox da, bu nağıllar da hamısı. Elm nağıl sevmir. Elm, faktiki işin, o təcrübənin, nə deyirlər, o nəticəsini istəyir. Gəl, sübut elə, elmi cəhətdən əsaslandır, denən ki, belədir, belədir. Bu tamam başqa şey. Yoxsa çıxırlar, elə bizdə də azdır, heç dünyadan xəbəri yoxdur, tədqiqatdan xəbəri yoxdur, elə bil ki, qışda qar olacaq, yağış yağacaq, nə bilim, yayda da gün çıxacaq, ümumi sözlər danışmaq söhbəti deyil də. Mən düzdür, belə şeylərə əsəblə yanaşıram o mənada ki, ay balam, öz sənəti ilə məşğul oldu, öz işi ilə məşğul ol. Sən o öz sahəndə indi professorsan, doktor, lap gözəl, onu ilə davam elə də. Sən əgər bu işin içində deyilsənsə, sənin əlində faktiki məlumatlar yoxdursa da, sən analiz eləməyə heç bir əlində bir şey olmuyor. Nə deyə bilərsən ki, İstanbul batacaq, dağılacaq, qaz yığılır, kim deyir yığılmır? Yerin altında 52 min o sularda da, laylarda da, qazlarda var, bayaqları sadaladı mı? O parametrlər var ki, nə bilim, o hidrogeoloji suyun tərkibində olan, nə bilim, maqnidir, nə bilim, xlordur, bromdur, yoddur, filandır. O birisi qaza kimyada orada deməli qazlar var, nə bilim, ayrı-ayrı bunlar. Hamısı bu məsələlər var. Ümumi söz demək düzgün deyil, alimə yaraşmaz. Mən onu demək istəyirəm. Zəlzələlərin qeydə alınması və proqnozlaşdırılması ilə bağlı Azərbaycanda ən müasir avadanlıqlar varmı? Və yaxud hansı avadanlıqları və cihazları almağı planlaşdırırsınız? Deməli, bugünkü günü Azərbaycanda ən müasir dünyanın bu seismik avadanlıqları deyirsiniz. Avadanlıqlarla biz tədqiqat aparırıq. Bu, Amerikanın Kinemetri şirkətinin avadanlıqlarıdır. Yəni, öz ən bahalı və dünyada ən möhtəbər elə Yaponlarda, inkişaf eləmiş ölkələrdə, Amerikanın özündə, digər o imkanlı ölkələr, necə deyərlər, bu avadanlıqlarla tədqiqat aparır. Azərbaycanın bugünkü günü apardığı, o sadaladığım həm fiziki, həm seismoloji bütün avadanlıqların hamısı ən müasirdir. Bayaq dedim ki, Yapon deyir, siz bizdən qabağa getdiniz, hələ biz o proqramı götürüb özümüzə tətbiq eləməmişik, amma siz artıq o proqramla işləyirsiniz, yəni ən müasir proqramla. Qurban müəllim, palçıq vulkanları haqqında nə deyə bilərsiniz? Azərbaycan palçıq vulkanı ölkəsidir, bilirsiniz bunu. Ən çox palçıq vulkanları bizim ölkədədir, həm quruda, Abşeron yarımadasında, eləcə də dənizdə. Biz onların ətrafında da, düzdür bunu Mega Grant layihəsi çərçivəsində biz o cihazları aldıq. 1 milyon 300 neçə minlik belə bir layihə. Yəni, o nə deməkdir? Biz o vulkanların dinamikasını da izləyirik. Elə bir proqnoz kimi olur. Misal üçün, hansı Lökbatan idi, səhv eləmirəmsə, yəni bu monitoring sutka ərzində gedir də, bütöv sutka, elə bütün işlərimiz bizim növbətçiliklə, o bölgələrdə olan stansiyalarda, elə də Bakıda, hansı ki o mərkəz ki var bizdə, Zəlzələlərin Tədqiqatı Bürosu növbətçiliklə işdən sonra da səhərə kimi adi bayram günləri belə elə orada həmişə istər-istəməz o əməkdaşlar, mütəxəssislər çalışırlar. Axşam saat hardasa da
9-un yarısında belə səhv eləyə bilərəm biraz. Zəng vurdular ki, aktivləşib vulkan, Lökbatan vulkanı. Ki orada dinamika lent yazısı gəlir də, biz monitorda görürlər, onu emal edirlər. Tək bir stansiya deyir ki, onlar o saat baxır, hamısı yazır bunu, koordinatları zadı müəyyən edirlər, o parametrləri, hardadır, nədir. Lökbatanda aktivlik var. Səhər saat 9-a qalmış, alovla püskürdü həmin vulkan. Yəni, o da böyük bizim işlərdə yenilikdir. Analizlər aparılır, laboratorni. Görək hansı dərinlikdən gəlib, hansı orada suxurlar var, nə var, belə şeylər maraqlı məsələlər. Qurban müəllim, zəlzələlər günün ən çox hansı saatında baş verir? Misal üçün, Spitakda zəlzələ olmuşdu 88-ci ildə. Saat neçə idi? 12-nin yarısı günüz. Yadınıza gəlirsə. Lissabon zəlzələsi var, o da elə günorta olmuşdu. O kilsədə gəlirlər ibadətə, həmin müddət olmuşdu. Hətta Londonda belə nə qədər dağıntılar, Avropanın digər ölkələrində belə dağıntılar olmuşdu. Bu günorta vaxtı. Bir mənalı demək olmaz ki, güclü dağıdıcı zəlzələlər ancaq gecələr olur. Zakatala zəlzələsi, o da səhər idi də. Mən elə işləydim, saat 11-ə işləmişdi, nə idi Bapelençinə. Balakən zəlzələsi də gənə həmçinin. Səhər idi, işə gəlirdim. Bir də gördüm ki, tez zəng gəlir mənə. Bizim bu, necə edərlər, bu zəlzələlər ki, hamısı hara gəlir onlayndan. O məlumat bürosuna. Qurban müəllim, güclü bir zəlzələ Balakəndə idim, onu mən demişdim də. Balakəndə gözlənir, nə bilim, nə. Qurban müəllim, yerin təkində gedən prosesləri izləyir, analiz edirsiniz və zəlzələ gözləntisi barədə qənaətə gəlirsiniz. Heç yanıldığınız olubmu? Yanılmaq anaqasının qorxumuz olub. Aha. Elə moment olub ki, hər hansı bir bölgədə başlayıb orada aktivlik getməyə, xırda-xırda parçalanma. Oradakı əhalinin xəbəri yoxdur. Biz də burada ürəyimizi yeyirik monitorun qabağında. Estağfurullah. Birdən bunun içində bir güclüsə nə deyəsən? Hələ Yaponiyada olan subduksiya zonasında 100 kilometrdən elə zatda belə olmuşdu da. Qəhrəmanmaraş o Şərqi Anadolu qırılması 510 kilometr uzunluğunda nə qədər 8 dənə belə o əyalət, o şəhərlər hamısına günə düşmüşdü. Yəni belə məsələlər düzdür orada o plitələrin təsirindən güclü idi. Allah uzaq eləsin, Şamaxıda ən güclü zəlzələ olsa, magnitudası 7, Bakıda 5 bal hiss eləmək olar. Hansı ki orada 9-9-dan artıq məsafə etibarı ilə nə ola bilər o dalğa o öz gücünü, təsirini get-gedə yayıldıqca laylarda azaldır. Qurban müəllim, bəzən deyirlər ki, bəzi heyvanlar, məsələn, ilanlar, siçanlar, atlar, qazlar zəlzələni əvvəlcədən hiss edir. Təcrübədə heyvanlardan istifadə olunurmu heç? O vaxtlar bu dedim ya 78-ci ildəki SSR Nazirlər Kabinetinin, sonra Mərkəzi Komitənin qərarını, elə də bizim Mərkəzi Komitənin qərarından yarananda ölkə respublikalarda Qazaxstanda bu işlə məşğul oldular. Biz sözün açığı bu işə getmədik. Çünki o heyvanları saxlamaq lazımdır, nə qədər onlara vəsait gərək ayrılsın ki, bunlara yemləridir, nə bilim, onların tövlələridir, nə bilim, çıxartmaq, belə. Var, bəli. Yəni, baş verəndə o zəlzələ, o xırda deməli orada parçalanma gedəndə müxtəlif cür orada deməli dalğalar əmələ gəlir. O ultra deməli bənövşəyi dalğalar var, o səsli dalğalar var. Onu heyvanlar elə itdi, pişikdi, sürünənlərdir, daha tez olar deməli. Hələ proses başlamayıb, amma xırda-xırda orada ki, əvvəl lap zəif ki, sıxır da bu layları verib. Böyləcə bir şey olan kimi müxtəlif cür orada dalğalar yaranır. O dalğaları bu heyvanat aləmi, o sürünənlərdir, itlərdir, pişiklər daha tez, ilanlardır, daha tez çatır bunlara. Ona görə həmin məsafədən qaçmağa çalışır. Bax, belə bir məsələlər də var. Qurban müəllim, zəlzələ zamanı insanları təşvişə düşməməyə, sakit olmağa çağırırsınız. Bəs evdən narahat olursunuz, evdəkilərə nə tövsiyə edirsiniz?
Mən birinci elə Bakı zəlzələsində bunlara dedim ki, oturun evdə, mən düşüb qaçıram, maşını götürdüm, işə qaçdımdı. Qonşusu da deyirdi ki, elə bu zəlzələyə baxan birinci qorxusundan qaçır. Daha demir, mən qaraja qaçım, maşını çıxardım, işə gedirdim. Bunlar da düzdü düşdü. Olur belə şeylər. Bir də insan, deyim də açığını, 90-cı ildə, 1990-cı ildə elə iyul ayında zətdə İranda güclü bir zəlzələ oldu. Nazirlər Kabineti baş naziri onda Həsən Həsənov idi. Ona müraciət elədi bizim şefimiz, direktorumuz Arif müəllim rəhmətli. O dedi ki, mən gərək Moskvaya onların səfirliyinə müraciət edeyim. Çünki Azərbaycanda onda İran səfirliyi yox idi, konsulluq var idi. Bizə icazə verdilər. Biz getdik, deməli 17 nəfər mütəxəssis. Getdik orada, deməli rəşdə qalırıq hoteldə. Stansiyaları zadı yerləşdirmişik. Rəhmətli bu Arif müəllimlə biz hoteldəyik. Bakıdan deməli o vaxtlar İlqar müəllim, sonra bir neçə nəfər gəlmişdi. Bir dənə kanalımız var idi də, ASTV. ASTV-dən gəlmişdilər. Səhər verilişi var idi, dalğa. Bilmirəm, yadınıza gəlib. Biz oturub deməli söhbət elədik. Bunlar da gəlib, çəkilişə gəlib. Biz hardasa bir 10-15 gün idi oradaydı. Bunlar da gəlib, indi bizdən intervyu götürdülər. Sonra yerlərdə o dağıntıları zat çəkmişlər. Axşam oturmuşuq oteldə, bunlarla çay içirik. Söhbət eləyirik. Elə bunlar getdi, sağollaşdıq. Heç 3 dəqiqə çəkmədi, 2 dəqiqə çəkmədi. Mən deməli çıxdım ki, deyim o hoteldə o xanıma ki, bu stəkanları zadı götürə bilərsiniz. Birdən bir təkanı oldu. Qapılar şaraq, şuraq belə. Mən də gördüm, hamı çıxıb. İndi qışqırıram, qaçmayın, qaçmayın. Bir də görürəm, özüm də bunlarla həyətdəyəm. Bu olan məsələdir. Yəni, istər-istəməz insanda belə bir psixoloji olur da. Tez qaçdım 2-ci mərtəbəyə. 2 mərtəbəli idi o hotel, Rəşd şəhərində. Qaçdım, görürəm ki, rəhmətli mənim rəhbərim oturub deyir, can şirindir də. Deyirəm, milləti sakitləşdirirdim. Özüm də küçəyə qaçıb çıxmışdım. Olur belə bir məsələdir. Quranın 99-cu surəsi Zəlzələ surəsi adlanır. O surəyə görə məhşər günü elə bir zəlzələ olacaq ki, yerlə göy tamamilə dağılacaq. Müasir seysmologiyada bu cür qlobal miqyaslı silkələnmə mümkün hesab olunurmu? Çox fikirlər var. Misal üçün, o vulkan püskürmələridir. Elə Amerikada Yellowstone vulkanı ki var, onun krateri 100 kilometrləndir. Onu hesablayıblar, əgər o vulkan püskürsə, bir neçə il günəşin deməli qabağını alacaq onun oradan çıxan o tüstülər ki var. Yerdə də istər-istəməz o soyuma nəticəsində qırılmalar gedəcəkdir. Yəni, belə bir məsələlər var, hesablayırlar ki, bura bata bilər, bura çökə bilər, bu vulkan püskürsə belə ola bilər. Bu vulkan da bir də görsən püskürəndə zəlzələ törədir burada, oyadır ocaqları, yerin daxili başlayır oynamağa, üstüdəki altı üstünə çevrilir. Bu dağlar zatlar necə əmələ gəlib? Elə belə olmuyor ki. Bir neçə ildir biz Oxford Universiteti ilə birgə tədqiqat aparırıq. Bu paleosismologiya belə məsələdir. Deməli, Şamaxıda, sonra Ağsuda, Göyçayda, Səlyanda bu işləri onların əməkdaşlarıyla birlikdə aparmışıq. Nə bilim, xəndəklərdə qazmışıq 60 metr, nə bilim, dərinliyi 10 metr, 6 metr, baxır harda. Oradan sıxır nümunələri, karbonlar götürülüb. Oxfordda bizdə yoxdur elə laboratoriya, radioloji analizlər aparılıb və müəyyən olunub ki, vaxtilə bu ərazidə çox güclü zəlzələ olub, bizə məlum olmayan. Misal üçün, Şamaxı zəlzələsini biz qəbul edirdik. O vaxtlar 1902-ci ildə Gürcüstanda var idi, seismik stansiya, Bakıda yox idi. Sonra Qafqazda bir 3 yerdə var idi. Çünki 1899-cu ildə
dekabrın 31-də Axalkalakidə də Gürcüstanın güclü dağıdıcı bir zəlzələ baş vermişdi. O vaxtlar Çar, o padşah da belə götürək Rusiyanın, o Qafqazda seismik stansiyalar şəbəkəsi barədə bir sərəncam vermişdi. Birinci ilə orada qurulmuşdu. O yazı bizim yazımız var. Bir dənə lentdir Gürcüstanda o seismoqram saxlanılır. Amma indi məlum oldu ki, onun gücünü müəyyən etmişdilər. O vaxt elə texnikada yox idi, yaxşı proqramda yox idi, barmaqla da, sirkulla, zatla beləsinə. Biz özümüz bu 2000-ci il zəlzələsinə qədər elə sirkulla, lentlə fırladırdıq, əllə sayırdıq, toplayırdıq. Deməli, o zəlzələni vermişlər 6.9 Şamaxı zəlzələsini 1902-ci ildə olan. Amma indi məlum oldu ki, yox, bu 7.4, 7.5-dir. Allah Allah. O nümunələr falan, yəni elm inkişaf edir, ona gətirirəm. Yəni bizə məlum olmayan bu məsələlər. İndi söhbəti mən çevirdim bu yana ki, yəni bu işlə də bir istiqamət var. Gənclərimiz məşğul olur, onlarla birlikdə. Biz xaricilərlə indi bu saat Bakının seismik mikrorayonlaşdırma xəritəsini Yaponlarla birlikdə aparırıq. Fövqəladə Hallar Nazirliyinin o sifarişinlə, onların tapşırığınla xüsusi işdir. Yəni yoxdur bizdə belə bazıvı götürdükdə müasir bizim seismik mikrorayonlaşdırma xəritəsi Abşeron üçün, Bakı üçün yoxdur. 50 neçənci ildə primitiv bir şey var, o da heç nəyə yaramırdı. Bax, belədir. Qurban müəllim, son illərdə zəlzələ kahinlərinin sayı artıb. Ekstrasenslərin zəlzələ proqnozu verməsinə necə baxırsınız? Əgər belədirsə də, bizdə bir 400 nəfərə yaxın əməkdaş var da, gelib bir nəfər gərək 30 liraq bu boyda dövlət xərcini çəkər, elə qoy desin. Mən belə şeylərə üzr istəyirəm. Ekstrasens, belə məsələlərlə nə maraqlanıram, nə oxumuram elə şeyləri də. Qurban müəllim, tikilən binaların zəlzələyə davamlılığı haqqında nə deyə bilərsiniz? Təbii ki, mən çox da əleyhinə sıx binalar tikilməyə. Görürsünüz, cənab prezident tapşırıq verib o köhnə binalar ki, sökülür, yerində deyir, bağ salın. Bəli. Bu şəhərin həm ekoloji cəhətdən o təmizliyi üçün, həm deməli o tıxaclar məsələsinə görə ki, sıx-sıx binalar, həm də ki, belə götürdükdə zəlzələ təhlükəsizliyinə görə çox da şəhəri yükləmək, o yarımadadır, çox da yükləmək olmaz axı həddindən artıq. Təsəvvür edin, elə bil ki, Xəzərdə baş verən zəlzələrin ağırlıq fizikanın belə bir qanunu var da, ağırlıq qüvvəsinə görə özünə darta bilər onu. Elə bil ki, orada baş verir, epicentr gəlir, bura düşür, belə şeylər də var. Yəni, ona görə də dediyim kimi son vaxtlar şəhərdə köhnə binalar yerində görürsünüz, bağlar, belə yaşıllıqlar salınır. Bu çox gözəl belə düşünülmüş fikirdir. Biz alqışlayırıq onu. Qurban müəllim, Azərbaycanda bu qədər binalar tikilir. Heç sizinlə məsləhət edən olurmu? Fövqəladə bizi ilə sıx işləyir, aydın məsələdir. Yəni ki, elə belə deyil də, yeri gələndə məsləhətlər də, o görüşmək də, demək də, yəni belə məsələlər biz onlarla sıx birlikdə işləyirik. O tikilən binalar üçün onlar çox güclü nəzarət bu məsələyə yetirirlər. Elə binalar var, heç qəbul eləməyiblər onlar. Fövqəladə hallar. Yəni, çoxdur elə binalar. Bakı şəhərində yalan olmasın, bəlkə 100-ə yaxın binalar var ki, Fövqəladə Hallar Nazirliyi bunu qəbul etmir ki, normativlər ki var, tikinti normalarına uyğun tikilməyib. Çox yerlərdə öz başınalıq tikilən binaların uçurulması, sökülməsi onlar tərəfindən aparılır. Yəni, mən onu bilirəm ki, bu sahədə onlar ciddi yanaşır. Özdə şəhərin belə bir necə edərlər, o tıxaclar, filanlar, fəsməkənlər olan yerdə bir kənarlarda öz başına kimsə nəsə tikdiyi, heç kağızı yox, heç nəyi yox. Bu işə ciddi yana nə qədər söküntülər gedir. Bir də bu Qəhrəmanmaraşda olan hadisədən sonra hər kəs bina evindən axın elədi həyət evinə. Hər kəs qorxdu artıq bina evindən. Həyət evində təhlükəsizlik o qədər mi güclüdür yəni? Orada bilirsiniz necədir? Biz baxdıq da, onlar o layihələndirmə, düzdür, keyfiyyətsiz binalar çox idi. Onun bir yana. Amma normal o tikinti normativlərinə uyğun olan binalarda da böyük fəsadlar var idi. Onlar
çox şeyləri unutmuşdu, biz göstərdik. Misal üçün, niyə görə yanında duran binaya heç nə olmayıb, yan-yana 2 dənə binadır. 6 metr 30 santı arasında fərq var idi bunların. Buna heç nə olmayıb, bu birisi çöküb, kolonlar dağılıb, görünür orada armaturlar zatda əyilib belə tam qəza vəziyyətinə düşüb. Deməli, o layihələndirəndə onlar ümumi götürüb sahəni. O binanın altından bir dənə belə pozuntu çat gedirdi qırılma kimi. Gəlib binanın bir ucu düşmüşdü onun üstünə. O təsirdən ora yatmışdı. Həyət evi nə qədər olur? 2 mərtəbə, 3 mərtəbədə. İndi biri istəyir, 4 mərtəbə tikir, mansard tikir. Ancaq bu tikinti hara? Ancaq o hündürlüyünə görə götürükdə 22-30 mərtəbə hara? Axı onun o yellənmək məsələsi var, o təcili var, istər-istəməz. Bir. İkincisi də həyət evi elədir ki, o birinci dalğa gələndə dediyim kimi elə birinci mərtəbədə 5 dəqiqəyə həyətə qaça bilərsən də. Bir. İkincisi də ki, ümumiyyətlə elə xaricdə götürəndə biz o vaxtlar deyirdik ki, Sovet vaxtı mərkəzdə olsun, evimiz belə olsun. Xaricdə mərkəzdə yaşayan yoxdur ki. Əksər əhali, imkanlar hamısı kənarlarda yaşayırlar. Fərdi evlərdə, villalarda yaşayırlar. Mən çox olmuşam da bu Amerikada, zətdə belə Kanadada bu gedəndə eləyəndə bir də görürsən ki, aparırlar, dəvət edirlər, yaxud öz həyətində görürsən bir banket verir, belə olur, elə olur. Sözün açığı da görürsən ki, imkanlı adamlar gəlib arada meşənin içində, qəşəng dağın ətəyində, gözəl yerlərdə, xüsusi evlərdə yaşayırlar. Qurban müəllim, bildiyimə görə 2 övladınız var. Sizin sahəni davam etdirən varmı? Mənim, bəli, oğlum da, qızım da Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Nə gözəl. Qızım ailəsindən neçə illərdir Almaniyada yaşayırlar, köçüb gediblər. Düzdür, bu tarixçi olsa da İngilis dilini mükəmməl bilirdi, tələbələr hazırlayırdı hələ burada olanda. Ancaq orada isə öyrəndi, tez bir zamanda kurslar bu, Almanlara kollecdə Alman dili dərsi deyir, Alman tarixi dərsi. Maşallah. Bir yandan da orada belə bir qanun var. Əgər sən dövlət qulluğunun diplomunu almısansa da, o diplom da elə deyil ki, gedib imtahan verəsən, sənə sertifikat versən. Xeyr, 3 il orada oxuyursan. Elə bil ki, burada bir doktorantura pilləsi kimi 3 il. 3 il oxuyandan sonra sənə diplom verirlər. Əgər sən imtahanlarını yüksək səviyyədə versən. Həqiqi oxuyursansa. Nəyə görə bu prinsipə gedib? Mənə məsləhətləşir həmişə qızım. Harda işləsən, sən Almaniyadan, başqa ölkədə işləyə bilməzsən, aydın məsələdir. Getdin, qayıtdın, gəldin, sənin o diplomun heç nədir. Səndən 1 qəpik olsun vergi tutmurlar. Yəni, təmiz maaş nədir? O maaşı alırsan. Oğlum isə burada, o da tarixçidir. O şirkətləri var, bir 10-15 ildir, bəlkə də çoxdur. Turizm şirkətinin bir təsisçisidir. Qızım da düzdür kömək. Bunların şirkəti nədir? Buradan xaricə yox, xaricdən dəvət edirlər bura turistləri. Ki, özdə ki, çox da belə yaxşı da işləyirlər, adlı sanlı belə Geotravel adında deyə bilərəm. Yəni, neçə ildir bu onun təsisçisidir. Nə gözəl. Qızım da çalışır orada, yoldaşım da çalışır orada və digər bir 10-15 nəfər bunların... Ailə biznesi. Ondan başqa da ki, 10-15 nəfər bunların işçiləri də var. Xaricdən bura dəvət edirlər, gedirlər sərgilərə, Azərbaycanın deməli təmsil edirlər. Bir də Azərbaycanı tanıdırlar, Mədəniyyət Azərbaycan Nazirliyi mədəniyyətini. o xətti ilə o xaricdə görüşlər keçirirlər, reklam edirlər, dəvət edirlər, Azərbaycanı gəzdirirlər, göstərirlər. Bu gözəl belə, necə deyirlər, o tarixi yerləri filanı, fəsməkəni, bax belədir. Qurban müəllim, çox sağ olun ki, gəldiniz. Mənimlə həm söhbət oldunuz, həm bizi maarifləndirdiniz. Çox minnətdarım. Allah sizə can sağlığı versin, uzun ömür versin. Hər zaman var olasınız, xəta baladan da uzaq olasınız. Amin. Çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Düzdür, belə alındı ki, biraz uzun çəkdi mənim bura gəlməyim müəyyən səbəblərdən. Allah sizə də can sağlığı versin. Uğurlar arzulayıram və bütün o sizin əməlləriniz də, zəhmətiniz də xalqımız üçün, yaxşılıq üçün belə
işləriniz yüksək Çox səviyyədə sağ getsin. olun. Çox sağ olun. müvəffəqiyyətlə. Bizim sizə bir hədiyyəmiz var, ətirşah. Bu Azərbaycan brendidir. Mən buna deyirəm, ətirlərin şahı. İnşallah siz də istifadə edərsiniz, bəyənərsiniz. Çox sağ olun. Artıq Var bir düzdür vallahi. Minnətdaram sizə. Sağ olun.